Yumuşaq, çox dadlı, asan hazırlanan mürəbbəli bulkuları sizinlə paylaşıram. İstifadə etdiyim ərzaq ölçülərini videonun alt qismində qeyd etmişəm. İstifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Beləliklə, bunun üzərinə duz, şəkər tozu, quru maya əlavə edib qarışdırıram. Ardınca mərkəzdə oyuq açıb, ilıq süd, ilıq su, yumurta əlavə edirəm və xəmir yoğururam. Xəmiri bir qədər yoğurub, üzərinə bitki yağı əlavə edib yoğurmağa davam edirəm. Bir qədər də qabdan kənarda yoğurduqdan sonra 1 saat mayalanmaya buraxıram. Mayalanmış xəmiri 12 bərabər kündələrə bölürəm. Kündələri soba listinə yığıb, üzərlərini yağlayıram. Daha sonra hər hansı bir mərdanənin uc hissəsi ilə mərkəzdə oyuq açıram. Oyuğun içərisinə cem əlavə edirəm. Təbii ki, zövqə görə siz də istəsəniz mürəbbə və yaxud da cem əlavə edə bilərsiniz. Ardınca xəmirlərin üzərinə streç çəkib, üzərində örtüb 30 dəqiqə gözlədirəm. Gözlətdikdən sonra kənarlarına yumurtanın sarısını çəkib, əvvəlcədən 190 dərəcədə isidilmiş sobada bişirirəm. Və budur, az ərzaqla tez və rahat hazırlanan mürəbbəli, cemli bulkular hazırdır. Görünüşü və dadı mükəmməl olan bu bulkuları siz də hazırlaya bilərsiniz. Əgər videomu bəyəndinizsə, kanalıma abunə olmağı, videomu bəyənməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın. Hələlik!